saat 8:45-dir. Gedirəm məktəbə. Balaca bir vlog çəkmək qərarına gəldim bugün. Həmişə saat 8-də oyanıram. 8:45-də çıxıram evdən. Daha sonra isə 9:45-də çatıram. 10-da da dərsim başlayır. 14:10-da da bitir. Belə. Düşünürəm ki, bugün hava çox qəşəngdir həqiqətən. Normalda çox isti olur. Amma bu günləri nədənsə, yəni xoşuma gəldi. Hava yaxşıdır. Bir də bilmirəm, səsi eşidirsiniz yoxsa yox. Demək burada yay ayında meyma adında böcək olur. Zərərsizdir amma heç dinləmir. Sadəcə bax belə səs çıxardır. Bilmirəm eşidirsiniz yoxsa yox. Özü də axşama qədər. Bir də şey eləyir. Bir də mahnı kim oxur? Vin 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 vin. Həqiqətən. İndi səs çox gəlmir. Yəni o mahnı oxumurlar. Amma normalda mahnı kim oxuyurlar? Yəni, mən onu elə başa düşürəm çünki. Bir də ki, mən metroya gedəndə 2 dənə yer var. Biri yuxarıdan qalxırsan, bu tərəfdən gedirsən. Bir də var ki, molun içi ilə gedirəm həqiqətən. Belə daha asandır məncə. Bu da molun içərisidir belə. Bunu çox göstərəməyəcəm çünki məktəbə gedirəm, vaxtım azdır. Bu da market. Buradan da metronun içine gedirəm artıq. Baxın, bu da sizə Koreya şəhəri. Bu da ki, metronun içine girirəm. Baxın, burada heç kim yəni çantanı yoxlamır. Kartı vuracam, keçəcəm indi. Baxın, bura gəldikdə, şu metroya çatdıqda, düzdür, metroda yəni belə olur içərisi. Bu tərəfdə durur. Burada şeydir, necə demişsəm, yəni şey gəlinə qədər, qatar gəlinə qədər belə olur, bağlı olur. Əslində belə yaxşıdır, təhlükəsizdir. Tərəfdə göstərəm. Yəni burada şey olmur, nədir? Kondisioner yoxdur. Bəlkə içəridə var, bilmirəm, burada içəridə ola bilər, bəlkə heç girməmişəm. Belə. Qatarımız da gəldi indi. Gedək. Buradan belə yəni çölü də görmək olur rahat şəkildə, çünki burada çox qəşəngdir. Bir də bax, görsə orada yaşlılar üçün hamilələr oturacaq qoyublar, orada oturmaq olmaz əsasən, çünki orada yaşlılar oturur. Gəlib çatdıq, qatarımız gedir, mən də dərsə gedəcəm, amma daha sonra. Çünki bir dənə də hələ avtobusa minəcəm. Baxın, Naqanın qot. Yəni çıxış deməkdir bu arada. Bu isə çıxışdan çıxar. Bir də ətrafı sizə göstərim. Baxın, görün nə qəşəngdir buralar. İndi avtobusa doğru gedəcəm. Bir də bir şey deyəcəm sizə. Bəlkə bəziləriniz bilmir. Koreyada ümumiyyətlə, məsələn, avtobusa minəndə də həm bir dəfə girəndə, həm bir dəfə də çıxanda kart vurursunuz. Bir də ki, metroda da elədir, yəni. Metroda da girəndə, çıxanda kart vurursunuz. Amma yəni 2 dəfə hesablanmır da, o bir dəfə hesablanır. Sadəcə elə məsələn, burada qəşəng güllər var, baxın. Yəni belə bir şey var. Mən elə bildim ki, məsəl üçün 2 dəfə vurdum, sonra metro məndən 2 dəfə pul çıxacaq, amma elə deyil. Sadəcə 2 dəfə vurmalısınız. Əgər ki, məsələn, metroda bir dəfə vurdunuz, çıxanda vurmadınızsa cərimələnirsiniz. Avtobusda da onun kimi. Deyim biləsiniz. İnşallah gələcəkdə lazım olar sizə. Hava bugün belə. Həqiqətən, yəni dramalarda necə görürsünüz, elədir. Hələ Seul lap ayrıdır, yəni Seul lap gözəldir. Biz başqa yerdə qalırıq, Seulda qalmırıq. Bir də Seulda daha çox metroda stansiyalar daha çoxdur, həqiqətən çox çətinlik çəkirik. Mən dünənləri yoldaşımla Seula gedəndə həqiqətən o qədər metrolar dəyişdim ki, 3 dəfə metro dəyişdik də, yəni transfer elədik ona görə. Amma bizim qaldığımız yerdə metro asandır, yəni bir xəttdə gedir. Amma Seulun metrosu qarma-qarışıqdır, amma Seul da gözəl yerdə həqiqətən. Qarma-qarışıq da olsa, yəni dəyər yəni. Bir də Pişibank deyirlər ya, baxın orada Pişibank yazılıb, bax. O Pişibankdır, onun yeridir. Bir də avtobusları gözləyəndə burada belə gözləyirik. Hansı çatırsa orada göstərirlər. Məktəbim. Amma böyük deyil də. Buranı göstərim. Bir də ətraf belə.